Əziz və hörmətli dostlar, tamaşaçılar, artıq 2-3 gündür, 4 gündür Alanya'dayıq və ilk mənzil videomu sizə təqdim edəcəm. Mən sevimli, çox sevdiyim Kargıcaq rayonundayam və Kargıcaqda çox bəyəndiyim, xoşuma gələn bir yaşayış kompleksi var. Bu yaşayış kompleksi 2 blokdan ibarətdir və tanınmış inşaat şirkətinin binasıdır. Bu inşaat şirkətinin bir neçə dənə mənzilini mən çəkib göstərmişəm. İndi buranı da sizə təqdim edəcəm. Çox böyük yaşayış kompleksinin ərazisi var və 2 blokdan ibarətdir. Girişlərdən biri oradadır, qapı şəklində. Burada yeraltı qapalı parkingdir və bir giriş də oradadır. Önündə öz şəxsi açıq park yeri də var. Və daxil olub indi bütün yaşayış kompleksinin öncə infrastrukturasına, sosial alanlara baxacağıq və sonda mənzilə baxacağıq. Çox gözəl bir mənzildir. Bura əziz dostlar, yaşayış kompleksinin şəxsi park yeridir. Maşınla buradan daxil olduqdan sonra baxın, istədiyiniz yerdə rahat şəkildə maşınınızı park edə bilərsiniz və mənzilə daxil olacaqsınız. Ərazisində gözəl yaşıllıqdır. Baxın, quşların səsi, sakit bir ərazidir və qeyd eləmədim, dənizə məsafə 800.000 metrdir. Kargıcağın gözəl çimərlikləri 800.000 metr məsafədədir. Çox yaxındır. Maşınla 1-2 dəqiqə çatacaqsınız. Ayaqla isə 10-15 dəqiqə yürümə məsafəsində. Bizim mənzilimiz bu blokdadır. İndi öncə əraziyə baxaq, sonda mənzilə baxacağıq. Deməli, belə gözəl, böyük maşın park yerini gördükdən sonra keçirik yavaş-yavaş binanın ön tərəfinə. Siz yaşıllığa fikir verin əziz dostlar. Palmalar, ağaçlar, çəmənlik, hər şey çox gözəl və təmizdir. Bu da ikinci blokun yan tərəfi. Öncə buradan aşağıda nə var görsədim. Əsas hissə buradadır zaten. İndi ora keçəcəyik. Bu çox gözəl mənzildir. 2 otaqlı mənzildir. Önündə bağçası da var. Baxın, bu yaşayış kompleksi mənə nəyə görə xoşuma gəlir. Baxın, necə gözəl yaşıl əraziyə malikdir. O da generatordur. İşıqlar söndüyündə generator işə düşür və işıq verir. Bura biraz yüksəkdə yerləşir. Baxın, binalar aşağıdadır. İndi ön tərəfdən daha yaxşı görəcəyik. Bəli, Allah hər kəsə belə gözəl, qəşəng yaşıl binalarda, yaşıl ərazisi olan komplekslərdə yaşamağı, mənzil sahibi olmağı qismət eləsin. Baxın, burada oturmaq üçün skamyalar. Bizim mənzilimiz də zaten buradadır. Öz balaca bağçası var önündə. İstəyirəm bu yuxarıdan sizə görsədim buranı. Çəmənliyi tapdaladım, heç olmaz. Baxın, girişin biri oradandır. Və kaydıraq, infinity havuz. Dəniz mənzərəsi düzdür, yoxdur. Binalar önünü bağlayır. Alanya qalası biraz görsənir və yamyaşıl gözəl ərazi. Önü tam açıqdır. Çox gözəldir. Mənim çox xoşuma gəlir bura. Mənzilin qiyməti də artıq görürsünüz. Mən həmişə qiymətləri yazıram. Çox uyğundur. Və nərdivanlarla aşağı endik. Keçirik binanın önünə. İnfrastruktura olaraq burada hər şey var. Qapalı havuz, sauna, fitness. İndi göstərəcəm hamısı. Və bu da gözəl dağlar. Toros dağları. Doğrudan da bu yaşayış kompleksi yaşamağa, istirahət eləməyə dəyər. Böyük şəhərlərdən gəlmişsiniz. Səs, küy, maşınlar, tıxaclar və gəlirsiniz, düşürsünüz belə yamyaşıllığa. Dəniz qarşıdadır. 1 kilometr deyək, 1000 metr. Gözəl belə bir yaşayış kompleksinə gəlirsiniz. Qapalı parkingindən tutmuş hər şey mövcuddur burada. Qapalı infrastruktura o hissədədir. Birazdan gedəcəyik, hələ tələsmirik. Əvvəlcə hara baxırıq? Hovuza baxırıq. Baxın, necə böyük hovuzumuz var burada. Və hovuzumuzdan açılan mənzərə. Aşağıya artıq enməyim. Baxın, burada nərdivanla enirik aşağıya.
Orada uşaqların oynaması üçün belə gözəl yer. Mangal yeri. Qarşıda yaxınlaşdırıram, baxın. Baxın, bura mangal yerimiz. Qəşəng kebablarınızı pişirirsiniz, oturub orada yeyirsiniz. Yamyaşıl, baxımlı bir ərazisi var. Bu arada qeyd edim ki, orada aşağıda ümumi bütün bu yaşayış kompleksləri üçün nəzərdə tutulmuş tenis kortları var. Onu da istifadə edə bilərsiniz. Və buradan gedirik hara? Gedirik qapalı əraziyə baxmağa. Orada hovuz, sauna, fitness, hər şey var. Belə. Bir də buradan baxaq hovuza. Balaca uşaqlar üçün hovuz. Bir də belə bir yerlən şey var burada. Və əziz dostlar, daxil oluruq çox gözəl bir yerə. Burada önümüzə çıxır belə mini bar. Ev şəraiti, kondisioneri, televizoru, monitoru, oturursunuz qəşəng. O tərəfə keçmədən öncə buradan mən sizə qapalı parkingi göstərəcəm. Hansı ki maşınla gəlirsiniz və lift vasitəsilə birbaşa buradan baxın, bu digər korpus və bizim korpus, qalxırsınız evinizə. Parkingi çox böyükdür. Qapalı park yeri doğrudan da çox böyükdür. Bu hələ hamısı deyil. Sağ tərəfdə də var, göstərəcəm. Baxın əziz dostlar. Yəni rahat şəkildə hamı maşınını burada park edə bilər. Və qaydırıq yenə infrastrukturaya baxmağa. Burada mənim çox xoşuma gəlir, çox səliqəlidir, hər şey gözəldir. Əvvəlcə işıqları açım. Buradan başlasaq. Baxın, bu hissədə gözəl jacuzzi. Çox səviyyəli, qəşəng, tərtəmiz. Burada bizdə sauna, hamam. Masaj otaqları. Hamamı baxın əziz dostlar, necə qəşəng hamamdır. Türk hamamı. Daha sonra buradan çıxırıq. Orada soyunub giyinmə otaqları, qardiroblar. Buradan çıxırıq və daxil oluruq qapalı hovuzumuza, hansı ki bütün qışı çalışır. Bax, böyük, geniş ərazisi var. Şezlongları bura qoyurlar qışda, rahat şəkildə insanlar istirahət edirlər. Bu da qapalı hovuzumuzun duş hissəsidir. Və məndən solda qalır gözəl fitness zal. Tam təchiz olunmuş, kondisioneri filan, hər şey yerli yerində. Qəşəng fitness zal. Və uşaqların oynaması üçün qapalı otaq. Belə əziz dostlar, bu bizim yaşayış kompleksinin qapalı infrastrukturudur. Qışda istirahətiniz üçün burada hər şey var. İndi isə gedirik mənzilimizə baxmağa. Bizim mənzilin ən üstün cəhəti odur ki, baxın, önündə açıq park yeri. Maşını park elədiniz, daxil oldunuz və mənzilimiz buradadır. Və ya bir mərtəbə aşağı düşdünüz, qapalı infrastruktura buradadır. Və daxil olduq. Mənzil hardasa 50 kvadrat metrdir. Tam dayalı, döşəli, tam əşyalı, gözəl bir mənzildir. Başlasaq sol tərəfdən, burada gözəl sanuzul. Bura sanuzul, duş və 2 nəfərlik yatağı olan yataq otağı. Balaca şkafımız var burada. Bu otaqda sadəcə kondisioner yoxdur. O da həll olunar, problem deyil. Tavanlar yetərincə hündürdür. Hər şey var. Hər şeylə təmin olunub. Sadəcə açarı alıb girib yaşayacaqsınız. Bu da bizim salon. Səliqəli, gözəl bir salonumuz.
Bu mənzilin əlbəttə ən üstün cəhəti öz bağçası olmağıdır. Bu bizim balkonumuz. Balkon artıq camla qapadılıb. Və buradan açıb çıxacağıq çölə. Qapını açırıq, çıxırıq hara? Öz şəxsi bağçasına. Burada da stol qoyub otura bilərsiniz, istirahət edə bilərsiniz və ya şezlongları bura atıb günəş qəbul edə bilərsiniz. Burada da zaten skamya var, ağac var. Önü də tam şəkildə açıqdır. Baxın əziz dostlar, çox gözəl. Bəli, Alanya Kargıcak'da yeni bina, 2-3 illik binadır. Tam infrastruktura, qapalı hovuz, açıq hovuz, dənizə 1000 metrə belə gözəl mənzil var. Bu mənzil sizin ola bilər, mənimlə əlaqə saxlayın. Bütün videolarda nömrəm yazılır. Bu mənzilin qiyməti 90.000 avrodur. Real alıcılara bazarlıq olacaq. Belə hörmətli dostlar, sizinlə sağollaşıram. Gələn videolarda görüşənədək sağ olun, var olun.